Sağlamlıq bizə doğulduğumuz gündən verilir, amma fikirlərimizə əsasən biz bunu davam elətdiririk. Sağlam olacağıq və yaxud da olmayacağıq. İndi buna obyektiv reallıq səviyyəsindən də baxmaq olar. Mənəvi nöqteyi nəzərdən də baxmaq olar. Əgər biz buna ənənəvi qərb təbabəti gözündən baxsaq, bu sualın cavabı odur ki, hamı sağlam olmur. Patoloji xəstəliklə doğulan insan var. Nə bilim, dovşan dodağı var, qurd ağzı var, təpə gözü var, isyan əkizi, qüsurlu insan var. İndi qərb təbabəti gözü ilə baxsaq, biz heç vaxt deyə bilmərik ki, insan sağlam doğulur. Elə adam var, anadan gəlmə ürək qüsuru ilə doğulur. Bəli. Amma bu işin belə deyək də aşağı səbəb-nəticə nöqteyi nəzərdən olan baxış tərəfdir. Mənəvi tərəfdən isə bu biraz daha dərindir. Mənəvi tərəfdən ola bilər ki, obyektiv tərəfdən xəstə kimi görünən bir şey mənəvi cəhətdən əslində digərlərində olmayan başqa bir sağlamlığa malikdir.